Salam dəyərli izləyicilərim. Bugün gördüyünüz kimi məşhur olan Krasnoy Barxat adı ilə tanınan yumşaq qırmızı məxmər tortu hazırlayacağam. İnanın ki, çox gözəl dadlı olur. Elə biskviti çox yumşaq və adı kimi məxmər kimi olur. Hazırlanma qaydası çox asandır. Həm də ərzaqlar da demək olar ki, çox deyildir. Mütləq hazırlayın. Keçirəm hazırlanma qaydasına. Əvvəlcə qaba 350 qram un tökürəm. Biraz çox və ya az da ola bilər, amma 350 qram normadır. 200 qram şəkər, 1 paçka vanilin əlavə edirəm. Daha sonra 3 yumurta əlavə edirəm. Bütün ərzaqların hamısını demək olar ki, bura əlavə edib sonra qarışdıracağam. 200 ml duru yağ əlavə edirəm. 60 qram kərə yağı əlavə edirəm. Kərə yağı yumşaq formada olmalıdır. Yarım çay qaşığı duz və 1 çay qaşığı soda əlavə edirəm. Bir də 1 dolu çay qaşığı bura kakao əlavə edirəm. Əgər rənginin daha açıq qırmızı olması istəyirsinizsə, onda kakaonu hardasa yarım çay qaşığı əlavə edə bilərsiniz. Bir də 250 qram smetana, smetanın faizindən asılı olmayaraq 250 qram smetana, bura 1 çay qaşığı qırmızı rəng əlavə edirəm. Bir də ki, 1 xörək qaşığı 9%li uksus əlavə edirəm. Uksus mütləq lazımdır, çünki uksus həmin biskvitlərin rəngini daha da qırmızı göstərir. Bu şəkildə ərzaqların hamısını əlavə etdikdən sonra yavaş-yavaş başlayıram, hamısını qarışdırıram ki, smes alınsın. Əvvəlcə spatula vasitəsilə, daha sonra keçirəm mikser vasitəsilə qarışdırıram. Tam qarışana qədər qarışdırıram mikser vasitəsilə. Kıvamını görürsünüz, bu şəkildə olmalıdır. Nə duru, nə də ki qatı. Daha sonra bişirəcəyim qaba əlavə edirəm. Yağlı kağızın üzərinə yağlamaq lazım deyil, çünki içərisində yetərincə qədər yağ var və orta hissədən kənarlara bu şəkildə kənarlara edirəm ki, papaq alınmasın, yəni üzəri çox qabarmasın. Bu şəkildə 170 dərəcədə 55-60 dəqiqə bişiririk. Mütləq çöp vasitəsilə baxmaq lazımdır. İçərisinə bişib bişmədiyini görmək lazımdır. Qoyuram soymağa və 3 hissəyə bölürəm. Gördüyünüz kimi çox yumşaqdır. İçərisini görürsünüz, oxantısını sizə göstərirəm necə məxmər kimidir. Elə ona görə də adı belə adlanır. Kremini mən burada göstərmirəm, uzun olmasın deyə video. Çox asandır. Kəsmikli pendir götürürsünüz 350 qram və üzərinə 200 ml hansı ki qatlaşdırmış südü əlavə edib mikser vasitəsilə çalmaq lazımdır. Vəssalam, krem bu şəkildə alınır. Daha sonra kremi bu cürə belə bəzəklər edirəm. Necə istəyirsinizsə, necə arzu edirsinizsə bəzək edə bilərsiniz. Mən bu şəkildə etdim. Hər sloyun arasını bu şəkildə edirəm və üzərindən basmadan biskvitləri bu şəkildə qoyuram. Üzərinə də yenə bu şəkildə bəzəklər verirəm. Əgər istəsəniz, onda biskvitləri süd vasitəsilə islada bilərsiniz. Onda daha yumşaq olur. Əgər kanalıma abunə deyilsinizsə, ilk dəfə kanalıma daxil olmusunuzsa, video xoşunuza gəlirsə, onda xahiş edirəm, bəyəni düyməsinə basın və abunə olun. Əvvəlcədən təşəkkür edirəm. Üzərini bu şəkildə bəzədikdən sonra, üzərinə mən içərisindən oxantı olan biskvitin oxantısından üzərinə əlavə edəcəm. Bəzək üçün kənar hissələrə az bir miqdarda. Daha sonra mən dondurucuda hansı ki yaydan saxladığım meyvələrim var. İri dənəli moruq, qara moruq mən orta hissəsini bəzəyəcəm moruqla. Kim necə istəyirsə bəzək vura bilər. Çiy ələmlə də bəzəmək olar. Daha sonra malina ilə də bəzəmək olar, qırmızı moruqla. Vişnə ilə də, gilenarla bəzəmək olar. Bu şəkildə alındı. İndi isə tam bəzəyini də siz videonun əvvəlində görmüşdünüz. Bir daha moruqla olan bəzəkliyi göstərirəm sizə və izlədiyinizə görə təşəkkür edirəm.